istiğfar çox eləyin ki, din sizin üçün asanlaşsın. Çoxla estağfurullah deyin. Düğünlər açılsın həyatınızda. Mən sizə bir dənə qayda deyim, çox vaxt almaq istəmirəm bugün. Amma məcburam bu sözləri açım, danışım. Bir qayda deyim sizin üçün. Hərdən bir, istəyirsinizsə din sizə asan olsun, hərdən bir, bax bunu yadda saxlayın, sizə çətin gələn əməllərdən eləyin. Məsələn, Cəfər təyyar namazı təxminən 45 dəqiqə çəkir. Düzdür? Bəziləri belə baxır ki, indi axır qıldıracaqsan bizə Cəfər təyyar namazını. 45 dəqiqə çəkir. Bizə qayda qoyublar dindəki, ibadət yordusa eləmə. Düzdür, bunu deyiblər. Amma, bəzən biz yormayanda da eləmirik axı. Heç nə eləmirik. Elə bilirik ki, bu Cəfər təyyar namazı xüsusi bir zümrə üçündür. Onlar orada yaşayır qılıb, bizə aid deyil bu. Ölənəcəm bizə aid olmayacaq. Hərdən bir, çox da çətin deyil, 45 dəqiqə vaxtı alacaq. Bir müddət hərdən bir qılın, sonra görəcəksiniz ki, gündəlik namaz deyirsən, bu nədir 4 rükət? Gətir ondan birini də qılın. Ondan sonra. Cəfər təyyar namazı da namaz olacaq sənin üçün su içmək kimi bir şey. Deyirlər, bəzən İmam Rıza aleyhissalam gecə namazını qılmazdı, Cəfər təyyar namazı qılardı, axır 3 rükətin qılardı. 2 rükət şəf, 1 rükət vitr namazını, gecə namazını bu şəkildə qılardı, misal üçün. Hərdən bir qılaq, belə çətin gördüyümüz əməli, düzdür, yenə deyirəm, özümüzü yormaq olmaz. Amma gördün ki, ruhun münasibdir, dur onu bir dənə yerinə yetir, hərdən bir çətin əməllərdən eləyək, hərdən bir. Onda görəcəksiniz, din də, həyat da asanlaşır sizin üçün. Deyirsən, 45 dəqiqə vaxtım gedəcək. Elə bil ki, sən vaxtının belə qədrini bilən adam. O qədər elə 45 dəqiqələri boş-boş qəlyan çəkməkdə hədər eləmişsən. Boş-boş. 45 dəqiqələr yığ üst-üstə nə qədər hədər olub. Bir dənə 45 dəqiqən faydalı keçsin. Bir dənə 45 dəqiqən. Demirəm, insan oturar da, danışar da, imamlar da deyib ki, dostlarla görüşə, halal əyləncələrə vaxt ayırın. Bu, buna ziddiyyət təşkil eləmir. O da öz yerində, bu da yox daxı. O öz yerində qalır, bu yox daxı öz yerində. Bu da olsun da öz yerində. Valla bizim başımıza gələn problemlər var ha. Hərdən həyat bizi sıxır. Çox vaxt günahkar özümüzük. Başqaları deyil. Çox vaxt günahkar özümüz. Bütün çətinliklərimiz olur, həyatda onlar təbii deyil, deyəsən, təbii. Bəzən bizim belə etinasızlıqlarımız, dinə şövqlə əməl eləməməyimiz gətirir, həyatda bizi sıxıntılara salır. Bəzən özümüzü könüllü şəkildə müəyyən çətinliklərin altına salaq. Çətinliklər yükünün altına girək. Mən alimlərdən eşitmişəm, bu sözü bir kəlmə özümün deyil. Arxain ola bilərsiniz. Oxumuşam, öyrənmişəm, təhlil eləmişəm, amma istinadım möhkəm bir yer olmasa, mən burada ürəklə belə danışmaram. Çünki bilirəm ki, sabah kəlmə bunun hesab kitabı var mənim üçün. Ona görə də möhkəm yerə istinad edirəm. Mənim nəyimə də inanmazsa sözümə inanın. Başqa bir şey yoxdur. Sözümə inanın, sözümə cavabdehəm. Alimlər deyir ki, məsələn, ən çətin vaxtların nə vaxtdır? Hər peşənin bir çətin vaxtı olur da, müəyyən iş adamları olur, görsən, sezon vaxtıdır, məsələn, o sezonda ağır olur. Biri müəllim deyir, imtihan vaxtıdır, ya tələbə deyir, imtihanlara hazırlaşıram. Ən çətin vaxtda deyir, götür bir dənə çətin əməl elə. İndi bugün misal Cəfər təyyar namazı da olsun elə o. Görəcəksən ki, sanki sənin ömrüvə 1-2 saat günüvə əlavə olunur. Bu 45 dəqiqədən sonra elə bir vaxtıva bərəkət gəlir. Görürsən ki, vaxtın çoxaldı elə bil. Bunu təcrübə eləyin görəcəksiniz. Görməsəz mənə nə deyirsiniz deyin. Deməyin ki, əşi bu basa-basda mənim onsuz da vaxtım yoxdur. Bir 45 dəqiqəmi də aparım ibadətə yox. Siz bir dənə onu eləyin ən çətin vaxtlarda. Görün, əlavə necə vaxt qazanırsınız. Görün, nə qədər vaxt qazanırsınız. Çətin gördüyünüz işləri eləyin hərdən ki, hər şey asan olsun sizin üçün. Yorana qədər, yordusa çəkinin. Cisim yorğunluğunu demirəm, ruhu ibadət gərək yormasın. İbadət ruhu yordusa dayandırın. Orada ondan o yana getmək olmaz.
Hər axşam, bunlar sizə tövsiyəmdir. Mən dəstur eləməli deməyə heç layiq deyiləm. Amma mən bunu eşitdiklərim də deyirəm sizə. Mən layiq deyiləm bu şeylərə, Allah and olsun. Sadəcə olaraq hər axşam misal üçün Vaqiə surəsi oxumaq. Qorxuram deyəm ki, bir dənəsi dəstur eləməli var, qoy deyimdə gəlmişkən. Deyir ki, 14 gün ərzində bunu eləyin. Başlayın birinci gündən. Birinci gündən yox. Bəl, birinci gündən. Birinci gün axşamdan elə bil. Ya qoyun dəqiq deyim sizə, çaşdıraram. Bazar gün axşamdan başlayın. Bir dənə Vaqiə surəsi oxuyun. İkinci gün 2 dənə, üçüncü gün 3 dənə, dördüncü gün 4 dənə, 14 gün, 14-cü gün 14 dənə. Bəziləri... Yəni, lab ağ elədin. İndi fürsətdə dedim, yaxşı, 14 dənə eləmirsiniz, bir dənə, hər gecə bir dənə Vaqiə surəsi oxuyun. Hər gecə bir dənə Vaqiə surəsi oxuyun, hər gün bunu davam eləyin. Görün ki, çətinliyə yox, çox asandır. Əllamə Əminidən o gün, cümə günü danışdım. Əllamə Əmini özü Əl-Qədirin müəllifidir. Deyir, 40 gün gəldi İmam Rıza əleyhissalama, qonaq qaldı, Məşəddə, dedi, 40 gün qalacam. 40 günə 40 min rükət namaz qıldı İmam Rızaya hədiyə, dedi, heç mükafat da istəmirəm, bunu İmam Rızaya hədiyə gətirmişəm, hərçənd ki, mükafatı gələcəksən, istədin, istəmədin. 40 min rükət günə eləyir, 40 günə, 1000 rükət də elədi, 1000 rükət. Mən demirəm, amma birdən belə başlayaq ki, mən Əllamə Əminiyəm, 40 min, yox. Amma demək istəyirəm ki, adamlar var ki, bax, amma bekar da deyir, deyirsə, bekar adam deyir, oğlu deyir, 16 saat işləyir gün ərzində. Əksinə, belə adamlar bekar deyir. Bekar bir sanansıdır, nə bunu eləyir, nə onu, elə bekar gəzir. Belə deyən ki, əşi, bekarıq da, indi bütün gün namaz qılaq, yox. Bu adamların heç biri bekar olmayıb. Hər işi də çatdırıblar. Hər işi də çatdırıblar. Mən sizi çətin ibadətlərə salmaq istəmirəm. Valla qayda kimi deyirəm bunu ki, hərdən bir bəzi o çətin əməlləri eləyin ki, gözümüzü qorxudan o tərəfi var. O ki, o psixoloji bariyer sınsın, ona görə deyirəm. O bariyer uçulsun ki, bu çox çətin şeylər deyil. Bunları eləmək mümkündür. Çox asandır. Həyatlarında oxuyursan, sübh namazını deyir, qılır, qunutu başlayır namazın. Düz azanda namazı başlayır. Qunutu o qədər çəkir ki, namaz qəzaya qalmağa 5 dəqiqə qalmış, sübh namazını bitirir. 2 saat çəkir, saat yarım çəkir. Görürsən, çox da asan gəlir onun üçün. Çox da rahat gəlir. Səhhələ şərayəhu limən vərədəhdir. Kim daxil oldusa, asandır. Qıraqdan baxanda gözün qorxur. Günahı tərk eləməkdən də asan şey yoxdur. Elə də biz şişirdirik ki, qeybət eləməyəndə nə olur ki? Qeybət eləmək çətindir. Yük yığırsan üzərə, ruhun qaralır. Qeybəti tərk eləmək bu qədər çətindir. Yalan danışmamaq bu qədər çətindir. Deyir, bir dənə günaha göz yumursan, dərhal Allah elə ləzzət verir ki, o günahdan qat-qat artıq ləzzətdir. Mə nəhəllah subhanahu an şeyin illa və əqna an. Əleyhissalam buyurur ki, Allah bir şeydən çəkindirib, sonundan ehtiyacsız eləyib səni. Sənin günaha ehtiyacın yoxdur. Yalandan özü suyuna ehtiyac kimi təqdim eləmə. Güya ki, sən ehtiyaclı bir şeydə Allah deyir olmaz. Allah deyir, mən nəyisə deyirəm olmaz, sənin ona ehtiyacın yox. O sənin həyatında olmamalıdır. Elə də böyük bir şey eləməmsən. Günahdan çəkinmişəm. Nədən? Çirkin, nəcis işlərdir ki, onları deyir eləmə, özünə yaraşdırma. Böyük bir hünər deyil bu. Heç deyirsiniz ki, məsələn, dünən bir sənə zülüm çəkmişəm, nə olub ay bala? Ayaqqabımı çıxardıb yatmışam. O bir də deyir, corabları da çıxartdın, yazıq, məsələn. Bu dərəcədə sadə, normalda ayaqqabı çıxardırsın, amma görürsən, sərxoş adamsın çətin, gəl ayaqqabı ilə yatır, mən elə adam görmüşəm. O da onun üçün çətin. Biz başımız nə ilə məst olub ki, bu sadə işlər bizə çətin görsənir. Ağır gəlir bizə. Gülməli adamlar da biz onlara gülürük ya, özümüz də elə gülməli vəziyyətdir biz. Gülməli vəziyyətdir.
Qabaqlar həyat çətin idi. Cəmaət bir dənə çörək bişirmək üçün odun gətirirdi. Mən görmüşəm də bəzi kəndlərdə təndir qalırdı filan. İndi onlardan heç zəng gelirsən evə qapıva gətirirlər. Biz yenə də gileylənirik. İndi vaxt qazanmışaq. O proses nə qədər çəkirdi? Odun gətir, xəmir, hər şey bütün elə çörək bişir, nə qədər vaxt gedirdi? İndi o qədər vaxtı qazanmışıq. Ya vaxtı qazanmışıq, yaxşı birazını onu ibadətə sərf edirik. Yox, telefonat, lentada gəzişirik, ora bura, ora bura. O qədər vaxtımızı veririk o şeyə.